Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh ölüm yatağında olarkən insanlara səsləndi və dedi: "Mənə kağız və qələm gətirin. Sizin üçün bir şey yazım ki, ona sarılsanız, heç vaxt azmazsınız." Quranda deyilir ki, Peyğəmbərin sallallahu aleyhi və aleyh ağzından çıxan hər bir söz vəhyin bir hissəsidir. Quran-ı Kərim buyurur: Peyğəmbər sizə nəyi verirsə, onu götürün. Sizə nəyi qadağan edirsə, ondan çəkinin. Yəni, Peyğəmbərin dediyi hər bir söz, onun əmrləri və qadağaları Quran ayələri ilə eyni dərəcədədir. Çünki hər ikisinin mənbəyi Allahdan gələn ilham və vəhiydir. Və o dedi ki, mənə kağız və qələm verin. Sizin üçün elə bir şey yazım ki, ona sarılsanız, heç vaxt azmazsınız. Bu sözlərlə həmin kağıza və orada yazılan məzmuna ilahi bir vəd bağlanmış olur. O kağız və onun məzmunu azğınlıqdan qoruyan bir vasitədir. Əgər ona sarılsanız, azmazsınız. Yaxşı? Bəs Peyğəmbər sallallahu aleyhi və aleyh ölüm yatağında həmin kağıza nə yazdı? Digər rəvayətlərdə bildirilir ki, o kağızda Peyğəmbərdən sonra gələcək xəlifələrinin siyahısı yazılmışdı. Və xüsusi bir rəvayət var ki, həmin kağızın məzmununu açıq şəkildə göstərir. Bu, Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh son vəsiyyəti idi. O, ümmətinə bildirmək istəyirdi ki, ondan sonra 12 imam gələcək. Onlar onun hakimiyyətinin, hökumətinin varisləri və ondan sonra yer üzərindəki xəlifələri olacaqlar. Necə ki, Süleyman Davudun, Şimon Peter İsa'nın və Yuşa Musanın vəsisi olmuşdu. Peyğəmbər də özündən sonra haqq varisini təyin etmək istəyirdi. Və Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh bu vəsiyyətdə ondan sonra gələcək 12 imamın adlarını və daha sonra gələcək 12 Mehdidən ilk üçünün adını sadalayır. İndi buradan aydın olur ki, kim bu vəsiyyətdə adı çəkilən şəxslərə sarılsa, heç vaxt azmaz. Çünki onlar Peyğəmbərdən sonra ilahi rəhbərə sarılmış olacaqlar. Yəni məsum imama, müqəddəs ruhun daşıyıcısı olan bir rəhbərə. Bu rəhbər vasitəsilə insanlar haqla batili ayırt edə biləcəklər. Məntiqlidir. Tamamilə.